Salam qızlar, YouTube kanalıma xoş gəlmisiniz. Bugün birlikdə videonun adından da gördüyünüz kimi toya hazırlaşırıq. Deməli bugün həm makiyaj, həm saç, həm də geyimi birlikdə hazırlayacağıq. Geyim olaraq da müxtəlif fikirlərim var və həmin seçimləri sizə göstərəcəm. Əvvəla günə səhər-səhər hər gün səhər yeməyi ilə başlayardım, amma bugün istədim ki, birinci işlərimi həll edim, daha sonra səhər yeməyinə başlayım. Beləliklə saçımı hazırlamağa başladım. Bu göstərdiyim saç buranları mən Temudan almışdım. Düşünürəm ki, fenlə, ütüdən, saç burandan istifadə etmədən saçımı buracağım üçün bu formada daha sağlam olacaq, saçım yanmayacaq. Bilirsiniz ki, saçıma xüsusi baxım vaxtımdayam. Artıq 2 aya yaxındır ki, bu prosesi davam etdirirəm. Ona görə də saçlarımı fenlə, ütüdən, saç buran digər əşyalardan maksimum qorumağa çalışıram. Ona görə də bu formada burmaq istədim. Düzdür, toy üçün biraz riskli seçim olacaq, çünki necə alınacağını tam bilmirəm. Açığı daha əvvəl də test etmişdim və heç də yaxşı alınmamışdı. Amma düşündüm ki, sıx-sıx etsəm və biraz da diqqətli etsəm yaxşı alına bilər. Əvvəla bildirim ki, mən salondan vaxt almışdım, amma mənə gec geri dönüş etdikləri üçün, vaxtım da az olacağı üçün düşündüm ki, elə evdə özüm etsəm daha məqsədə uyğun olar. Eşitdiyimə görə saçları bu formada buranda bir gün əvvəldən etmək daha yaxşıdır. Çünki saçlar daha çox sıxılır və daha yaxşı burulur. Amma yenə deyirəm, mən dünəndən edə bilmədim, vaxtım da azdı. Səhər durdum və ilk iş elə saçlarımı bu formada burmağa başladım. Saçlar düz olanda bu formada burmaq müəyyən qədər daha səliqəli alınır. Amma saç dalğalı olarsa səliqəli buruq almaq biraz çətindir. Belə də öncədən düzləşdirməyə lazımdır. Belə yoldaşlar, artıq bu formada bururam və Temudan aldığım rezinlərlə də tamamlayıram. Qeyd edim ki, həm buranı, həm rezinləri, həm də saça taxdığım həmin əşyanı Temudan birlikdə almışam. Yəni bunların hamısı eyni qiymətə daxildir. Linki sizinlə paylaşaram. Əgər istəsəz siz də sifariş verə bilərsiniz. Yeri gəlmişkən bu aralar deyilir Temu bağlanacaq. Düşünürəm ki, mənim fikrimcə bu yaxşı və doğru fikir deyil. Nəyə görə? Çünki Azərbaycanda yerli marketplace, market ticarət mərkəzi bir marketdir və orada da qiymətlər əhalimiz üçün ya normaldır, ya da normadan yüksəkdir, amma ucuz deyil. Lakin Temu, Trendyol kimi tətbiqlər bizə əl verir ki, xaricdən hər hansısa məhsulu sifariş verək və münasib qiymətə və yaxud da büdcədən çox aşağı qiymətə gətirə bilək. Amma təbii ki, rəqabətliyi baxımından ölkəmizdə Temunun, Trendyolun bağlanması kimi fikirlər hər zaman müzakirə olunur və düşünürəm ki, yenə deyim, bu mənim öz şəxsi fikrimdir, bu əsassızdır. Əgər rəqabət aparmaq istəyiriksə, bunun üçün nələrsə yaratmalıyıq. Belə də bir sağlam rəqabət apara bilərik. Amma rəqabətə qarşılıq nələrsə limitləmək düşünürəm ki, sağlam rəqabət deyil. Beləliklə saçlarımı bu formada hazırladım və saç spreyi ilə möhkəmlətməyə çalışdım. İndi isə makiyaja başlayıram. The Seal markasının bu nəmləndirici kremindən baza olaraq istifadə edirəm və çox razıyam. 2 aya yaxındır ki, bu məhsulu istifadə edirəm. Düşünürəm ki, digər istifadə etdiyim nəmləndiricilərdən qat-qat yaxşıdır. Eyni zamanda mənim üzümdə müəyyən qədər qızartılar və rəng bərabərsizliyi olduğu üçün bunu hər gün istifadə etməyə çalışıram. Hər gün axşamlar istifadə edirəm bu məhsulu. Beləliklə üzümü nəmləndirdim, artıq üzümü makiyaja hazırladım. İndi isə tonal kremdən istifadə edərək başlayacağım makiyajın əsasına. Yeri gəlmişkən sponjumu öncədən yumuşdum və nəm haldadır. Nəm halda olanda düşünürəm ki, daha yaxşı alınır. Bəlkə mənimlə razılaşmaya bilərsiniz, amma mən quru halda da yoxlamışam. Quru halda tonal kremlə o birlikdə təmas etdikdə heç də yaxşı alınmır. Nəm halda düşünürəm ki, üzdə daha yaxşı yayılır və rahat olur. Beləliklə də tonal kremi üzümə tətbiq edirəm. Açığı hazırlaşarkən, harasa gedərkən, makiyaj edəndə çox istəyirəm ki, vaxtım çox olsun, rahat-rahat, istədiyim verilişə, hər hansısa podkasta baxa-baxa makiyajımı çox rahat edim. Amma bəzən hər hansısa fövqəladə iş çıxır, tələsirəm. Təbii ki, bu hər zaman mümkün olmur. Bugün də tələsirdim, çünki həm tez getməli idi, gedəcəyim vaxtı öncədən tam dəqiq bilmirdim və beləcə makiyajı müəyyən qədər yavaş, müəyyən qədər də tez etməyə çalışdım. Yeri gəlmişkən tonal kremi nöqtə-nöqtə üzümə tətbiq edəndə yaxşı nəticə alıram. Amma birbaşa tonal kremi üzümə tətbiq edəndə bir nöqtəyə, bir istiqamətə heç də yaxşı nəticə almıram. Artıq 4 ilə yaxındır ki, makiyaj edirəm sadəcə öz üzümdə və düşünürəm ki, öz üzümü yaxşı tanıyıram. Bəlkə də saç üçün, həmçinin də makiyaj üçün salona getməməyim daha yaxşı oldu. Çünki əvvəllər getdiyimdə heç də yaxşı nəticə almamışam. Saçımda hər zaman bəyənmişəm burmanı və yaxud da ukladkanı. Amma gəl ki, makiyajı heç vaxt salonda etdirilən formada bəyənmirəm. Çünki çox dolu edirlər, lineri ya qalın sürürlər, ya qaşları doldururlar. Təbii ki, bunları demək olar, orada demək olar ki, qaşlarımı doldurmaya ehtiyac yoxdur və s. Amma yenə də salonda edilən makiyaj nədənsə və yaxud da başqasının etdiyi bir makiyaj nədənsə mənə çox ağır gəlir. Düşünürəm ki, hər insan öz üzünü tanıyır, öz cizgilərini tanıyır. Ona görə də müəyyən bir vaxtdan sonra
makiyajı insanın özünün etməyi daha rahatdır. İndi isə artıq üzümdə müəyyən belə deyək ki, hissələri daha da aydın etmək üçün bu formada bronzer istifadə edirəm və bu krem haldadır. Bu formada xətt göstərirəm və həmin xəttə uyğun tətbiq edirəm. Qızlar, yeri gəlmişkən onu deyim ki, otağımı yenidən dizayn edəcəm. Həm əşyaları ilə, həm digər halı ilə yenidən otağımı dizayn edəcəyəm. İstəyirəm ki, bu haqda sizdən fikirlərinizi alım. Həmçinin bildirim ki, dizayn videosunu YouTube kanalımda qısa zamanda paylaşacağam. Deməli, mən mebel seçirəm. Çarpayı, dolab, komod bunları seçirəm. Eyni zamanda qərarsız qalmışam. Otağımın aboyunu, rəngini dəyişim yoxsa dəyişməyim? Siz necə düşünürsünüz? Bu aboy yaxşıdır yoxsa çox gözə yorucu görünür? Açığı dəyişsəm ya ağ rəngdə ya da bej krem rəngdə sadə bir aboy boya edəcəm, amma bəzən də düşünürəm ki, həm təzədir, həmçinin də yararsız vəziyyətdə deyil, yaxşı vəziyyətdədir, keyfiyyətli aboy vurulub. Düşünürəm ki, bəlkə mənasız olar. Açığı mən çəkilişlər edəcəyim üçün arxanın, yəni fonun ağ rəngdə olması çox yaxşıdır. İşıq baxımından, həmçində görüntü baxımından. Belə rənglər olanda, dolu-dolu rənglər olanda necə deyərlər, topa-topa. İnsanı bəzən gözün yora bilir. Siz necə düşünürsünüz? Bu aboyu dəyişim yoxsa eynisi tam qalsın? Xahiş edirəm, rəylərdə öz fikirlərinizi səmimi halda paylaşın. Sadəcə 10 gün vaxtım var. 10 gün içində qərar verməliyəm, mebelləri seçməliyəm. Daha sonra Temudan müəyyən əşyalar sifariş verəcəm otağım üçün. Həmin videonu da mütləq kanalımda paylaşacağam. Yeri gəlmişkən onu da deyim ki, YouTube statistikasına baxıram və görürəm ki, kanalımı izləyənlərin 90%-dən çoxu hələ də kanalıma abunə deyil. Əvvəla deyim ki, kanala abunə olmaq hər hansısa ödəniş tələb etmir. Yəni bu tamamilə pulsuzdur. Əgər mümkündürsə kanalıma abunə olun və yeni yaranmış kanalımı dəstəkləyin. Bu məni çox sevindirər. Çünki siz rəy yazanda, bəyənəndə, abunə olanda mənim videolarım YouTube'un kəşfiyyətinə daha çox çıxır və beləliklə də daha çox insan izləyə bilir. İnanın ki, izlənmə sayını çox görəndə sevinirəm və hətta istəyirəm ki, hər gün video paylaşım. Düşünürəm ki, bu yaxşı olar. Mütləq deyil ki, hər gün 20-25 dəqiqə video paylaşım. 15 dəqiqə, 9 dəqiqə arası, 9-15 dəqiqə arası videolar paylaşsam, düşünürəm ki, izləyicilərim daha çox izləyər. Siz necə düşünürsünüz? Hər gün video paylaşmaq yaxşıdır, yoxsa həftədə 3-4 video paylaşmaq? Mən düşünürəm ki, hər gün video paylaşsam izləyicilərim yorulmaz. Çünki videolarım izlənilir. Daha əvvəl də kanalım vardı. Müəyyən səbəblərdən o kanal bağlandı, amma orada da izləmək çox yaxşı idi və istəyirəm ki, bu kanalda da başlayım yenidən və izləyicilərimi yenidən kanalıma toplayım. Bu arada istəyirəm ki, otağıma sifariş edəcəyim mebellərin ağ rəngdə olsun. Beləliklə otağımda çoxlu rənglərin sayını azaltmış olaram. Bilədə bəlkə də aboyu dəyişməyə ehtiyac qalmaz. Mebel, çarpayı, komod, masa, yazı masası və digər bütün əşyalar ağ rəngdə olsa, bəlkə çox gözümü yormaz. Amma fərqli və çox rənglər olanda istər-istəməz insanın gözünü yorur. Sizə də tövsiyə edirəm ki, əgər aboy seçəcəksinizsə, sadə aboy seçin və hər zaman dəbdə qalsın. Düzdür, mənim bu aboyum görünüş baxımından çox da pis deyil, amma bəzən mənim gözümü yora bilir və yaxud da çəkilişlərimdə fonu bəzən silirəm və yeni bir fon əlavə edirəm. Bu da təbii ki, əlavə zaman ala bilir. Qızlar, mən həmişə düşünmüşəm ki, bir makiyajı gözəl edən liner yox, burada mütləq şəkildə kiprikləri qıvırmaqdır, kipriklərin rəngli olmasıdır. Və siz necə düşünürsünüz? Liner daha önəmlidir, yoxsa tuş? Bu arada artıq geyim seçiminə gəlirəm. Bu geyimi daha əvvəl bir toyda geymişəm, bir ay əvvəl. Amma indi görürsünüz ki, beli çox boşdur. Düşünürəm ki, bugün bunu giyməyim heç də yaxşı olmaz. Yeri gəlmişkən mən 75 gündə 12 kiloqram çəki verdim və bunu sağlam şəkildə diyetoloqla birlikdə etdim. O videonu da kanalımda paylaşacağım. Amma heç bilməzdim ki, bu geyim mənə bu qədər boş olar. İkinci geyimim isə artıq budur. Nə düşünürsünüz? Bu geyim yaxşıdırmı? Çünki birincinin beli çox boş olduğu üçün bu formada giyə bilmərəm. Bəlkə bir kəmərlə nəsə etmək olar, amma o da düşünürəm ki, sıxıcı görüntü yaradar. Elə açığı bu çəhrayı geyimdə qərarlaşıram. Siz də fikirlərinizi yazarsınız. Çəhrayı köynək, ağ yubka yaxşıdır, yoxsa qara və boş bədədə oturmayan don yaxşıdır. Artıq saçlarımı açdım. Biraz narahat idim. Düşünürdüm yaxşı alınmaz. Hələ də burada artıq narahatam. Çünki istədiyim görüntünü almamışam. Amma saçlarımı bu formada aşağı edirəm və artıq görürəm ki, müəyyən qədər nəsə yaratmaq olar. Təbii ki, belə də daraq çəkməklə, spreydən istifadə etməklə istənilən görüntünü almaq olar. Mən də bunu etməyə çalışıram. Qızlar, bilmək istəyirəm, siz gündəlik həyatda daha çox bujuteriya istifadə edirsiniz, yoxsa qızıl, gümüş? Məsələn, mən gündəlik həyatda ümumən toya gedəndə və digər işlərdə çox qızıl istifadə etməməyə çalışıram. Çünki müəyyən qədər özümü təhlükəsiz hiss etdirmir. Düşünürəm ki, bujuteriya istifadə edəndə daha da yaxşı olar. Bu haqda sizin fikrinizi də almaq istəyirəm. Artıq burada saçlarıma baxıram və çox sevinirəm ki, müəyyən qədər istədiyim nəticəni almışam. Amma təbii ki, nə qədər
dözümlü, nə qədər qalıcı olar, bunu bilmirəm. Bunu toya gedib gəldikdən sonra öyrənə bilərəm. Artıq yenə də Morphosun saç spreyi ilə istifadə edirəm. Əgər soruşsaz ki, Sevda, bunu hardan almısan? Tam cavabını deyə bilməyəcəm, çünki bunu bir yaxınımdan götürmüşəm və düşünürəm ki, Türkiyə markası olduğu üçün Trendyoldan rahatlıqla sifariş verə bilərsiniz. Morphosun digər məhsullarını almışdım. Məncə bu da orada olar. Hətta axtarıb özümə də sifariş verəcəm. Çünki məndə əvvəl istifadə etdiyim saç spreyləri çox tünd idi. Həm ətir baxımından, həm də ki, tökülməsi baxımından. Bu isə çox incə-incə, narın-narın gəlir və bəzi bölgələrdə, saçın bəzi hissələrində çox kobud və sərt görüntü yaratmır. Artıq aksesuar seçə bilərik. Belə aksesuarlarım var. Bu sırğaları taxmaq istəyirəm, amma bir əmması var. Görürəm bu əmmanı siz tapa biləcəksinizmi? Baxın, görüntüsü çox gözəldir, yaxşıdır. Rəng baxımından əladır, düzdür. Düşünürəm ki, bugünkü geyimimdə heç nə ilə bir uyğunluğu yoxdur. Əslində həmişə aksesuar, çanta, ayaqqabı uyğun olacaq, standart eyni rəngdə olacaq deyə bir şey yoxdur, amma toya gedirəm və risk də etmək istəmirəm. Artıq əmmanı görürsüz ki, onun arxasında sabitləyən hissəsi yoxdur. Bilmirəm harda itirmişəm. Açığı deyəsən bir dəfə qulağımdan çıxmışdı, yəqin orada itib. Nəysə, hal-hazırda bu formada saxlayıram qulağımda, çünki çox sevirəm. Keçirəm üzüyə və digər aksesuarlara. Bu üzüyü mənə dostum hədiyyə etmişdi və çox gözəldir. Bujuteriyadır yer gəlmişkən. Çox sevirəm bu üzüyü və istəyirəm ki, bugün onu istifadə edim. Qızlar, mən bu videonu redaktə edəndə, üstünə səs yazanda görürəm ki, evdəkilər futbola baxır. Siz necə, futbola maraqlısınızmı? Və yaxud da bu maraq sizdə necə yarandı? Mən də çox istəyərdim futbol, digər idman növlərinə maraq göstərim, onları izləyim, azərkeş olum. Amma belə deyək ki, mənim hal-hazırda buna marağım yoxdur. Bu marağı necə yaratmaq olar? Artıq görüntünü formada paylaşıram sizlə və digər aksesuarlara keçirəm. Düşünürəm ki, bu bilərzi istifadə etməyim yaxşı olar. Bu da bujuteriyadır. Ümumiyyətlə, bu videoda nə görsəz, əvvəldən demişdim, hamısı bujuteriya olacaq. Burada artıq aksesuarlara baxıram. Düşünürəm ki, bu sırğaları istifadə edə bilərəm. Hətta belə bir üzüyüm də var. Amma bu üzüyü düşünürəm ki, çox belə deyək ki, şişirdilmiş olar, yəni abartılı olar. Bu bilərziyi də istifadə edəcəm, çünki bu daha incədir. Bu formada istifadə etməyi düşünürəm. Amma qərarsızam, çünki aksesuarlar çoxdur və bilmirəm ki, hansını istifadə etsəm yaxşı olar. Məsələn, bu boyunbağı. Amma düşünürəm ki, bu boyunbağı köynəyin üstündə heç də görünməz, yaxşı görünməz. Çünki köynəkdə cəhrayı rəngdədir. Tişörtüm də cəhrayı rəngdədir və həmin göstərdiyim boyunbağı da cəhrayı rəngdə idi. Ona görə ən yaxşısı elə köynəyimin üstündə olan özünün boyunbağısı yaxşı olar. Yer gəlmişkən belə bir üzüyüm də var və bu üzükləri birlikdə istifadə etsəm dəst görüntüsü yarada bilər. Amma mən qərarsız qaldım, bilmədim. Bu sırğanı istifadə edim, yoxsa digər sırğaları istifadə edim? Burada anamdan soruşuram, görək anam nə deyəcək. Səncə, bu sırğaları taxım göstərdim də. Məsələn, belə bu formada qalır. Yoxsa, bunları taxım. Bu sırğalar neyle uyacaq? Bu bir şeylə uymayacaq, sadəcə gözəl qalır. Amma bunun uyacağı üzüyü var. Sən olsan hansını taxardın? İkincisi. Bunlar daha yüngüldür. Elə sənin dediyin ikincilər. Çok görünmür ama qəşəng görünsün. Okey, bu bundan uyur. Bu belə qalacaq yəqin ki. Və bunu taxmaq istəyirəm bir qoluma.